Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün Xırdalanda əla bir yerdə Heydər Parkı ilə üzbəyiz 21 mərtəbəli beton binanın 18-ci mərtəbəsində ümumi sahəsi 125 kvadrat metrdən ibarət olan 4 otağa düzəlmə, əla təmiri və bütün əşyalarla bir yerdə satılan mənzil çəkib sizə təqdim edirəm. Mən hal-hazırda mənzilin giriş hissəsindəyəm. Bura seyf qapı, geniş belə bir girişi var. Girişdə sağda geniş yataq otağı, tək bu yataq otağının 25 kvadratdan yuxarı sahəsi var. Buradan balkona çıxış var. Geniş belə bir balkonu. Mən sizə balkon hissəsini təqdim edim. Bura isə Heydər Parkı. Panorama çox əladır. Geniş balkon hissəsi. Şəxsi istifadə üçün təmir olunmuş mənzildir. Təcili ev sahibinə pul lazım olduğuna görə satışa çıxarılıb. Həqiqətən giriş hissəsi genişdir. Mənzilin isitmə sistemi kombidir. Burada mənzilimizin ayaq yolusu, bütün aksesuarlar quraşdırılıb, sanuzerlər ayrı-ayrıdır. Giriş hissəsini çəkim sizə bir də təqdim edim. Burada isə digər bir geniş sanuzer. Burada da bütün aksesuarlar quraşdırılıb, yer istipoldur. Yataq otaqları, belə bir yataq otağı. Bu yataq otağından digər bir yataq otağına keçid var. Buyurun. Bu yataq otağının da pəncərəsi birbaşa parka açılır. Həqiqətən yerləşmə yeri çox ideal bir yerdir. Xırdalanın tam mərkəzi. Burada isə mənzilimizin qonaq otağı. Avallı şəkildə dairəvi belə bir qonaq otağı. Qonaq otağının baş hissəsindən mətbəx yığılıb. Mətbəx studioda qeyd etdiyim kimi bütün əşyalar mənzildə qalır. Heç bir əşya mənzildən çıxarılmır. Mənzil təcili satılır. Həqiqətən çox əla bir mənzərəsi var. Qonaq otağından parka açılan mənzərə. Təcili satıldığına görə qiymət bazar qiymətindən aşağı təyin olunub. İlkin qiyməti 145 min manatdır. 4 otaq tam mərkəzdə parkla üzbəyiz 125 kvadrat əşyalarla bir yerdə təcili satılan mənzil. Bəli, 145 min manat. Bu da son deyil. Realcə təbii ki, mənzilə baxdan sonra endirim olunacaqdır. Sizin də satışda mülkünüz, mənziliniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satışına nail olarıq. Kanala abunə olun, videolarımızı bəyənməyi unutmayın. Bizi izləməkdə davam edin. Sağ olun, təşəkkürlər.